Salam əleykum, fin sizinlədir. Bu rus dili və onun Azərbaycanlıların necə bölməsi haqqında videonun ikinci hissəsidir. Birinci hissədə biz rus dilinin yaranmasından, daha doğrusu Qafqaza gəlişindən, kolonial və Sovet dövrlərində aparılan dil siyasətindən danışırdıq. Bugün isə həmin siyasətin nəticələrini, müasir Azərbaycanda rus dilinə münasibətdə dil siyasətini, onun spesifik mövqeyini və ən əsası bu dilin yerli daşıyıcılarını müzakirə edəcəyik. Getdik. Qismən ruslaşdırma tam uğur gətirmədi, amma o yeni bir status quo formalaşmasına gətirib çıxardı. Respublikanın idarəçiliyində daha çox Azərbaycanlı var idi, lakin onların əksəriyyəti rus dilli idi. Onlar respublikada yaşayan qeyri-Azərbaycanlı millətlərlə asanlıqla dil tapır, ən əsası isə mərkəzlə rahat ünsiyyət qurur və ondan asılı vəziyyətdə qalırdılar. Milli elita və nomenklaturanın iqtisadi maraqları və gün altında yer qazanmaq istəyindən əlavə onları birləşdirən əsas amil şübhəsiz ki, rus dili idi. Buna ən parlaq nümunələr Sovet Azərbaycanın son rəhbərləri Əbdülrəhman Vəzirov və Ayaz Mütəllibov idi. Sonuncu Şamaxıdan idi və həmyerliləri ilə ana dilində danışırdı. Vəzirov isə müasirlərinin sözlərinə görə əsasən yalnız rusca danışırdı. Hakimiyyət uğrunda rus dilli partiya nomenklaturası ilə millətçilər arasında baş verən mübarizə rusca və Azərbaycanca danışan Azərbaycanlıların arasındakı mental uçurumu daha da dərinləşdirdi. SSR-nin sonu Qarabağ münaqişəsi və ardınca gələn müharibə ilə yadda qaldı. İqtisadi dağıntılar da rus dilinin mövqeyinə təsirsiz ötüşmədi. Birincisi, rus dilli qeyri-Azərbaycanlı əhalinin kütləvi miqrasiyası başladı. Sonra isə rus dilli Azərbaycanlıların bir hissəsi də ölkəni tərk etdi. Bunun əvəzində isə çoxlu sayda Azərbaycan dilli qaçqın və məcburi köçkün gəldi. Moskvaya yönəlmiş köhnə elita üçün o insanlar ki, ana dilini bilməyən və ya zəif bilən, gündəlik həyatında istifadə etməyən insanlar üçün millətçilərin hakimiyyətə gəlməsi, mövcud status quo-nun dağılması, mövqeylərin və hətta işlərin itirilməsi demək idi. Onlar Türkiyəyə yönəlmə siyasətini də çətin qəbul edirdilər. Onların qalası isə Bakı şəhəri idi və müəyyən mənada indi də belə qalır. Bilirsiniz niyə? Rus dili hələ 19-cu əsrdə kolonial administrasiyaya tərəfindən sürətlə inkişaf edən sənaye şəhəri Bakıya daha yaxşı həyat axtarışı ilə gələn insanlar üçün ümumi ünsiyyət dili kimi qəbul edilirdi. Mühafizəkar dairələrin gözündə isə məhz rus dili ənənəvi cəmiyyəti dağıdan amillərdən biri idi. Bu dil Sovet dövründə də qıcıqlandırıcı olaraq qalırdı. O vaxt Bakının respublika tabeliyindən çıxarılıb Rusiyaya verilməsi haqqında israrlı şayiələr dolaşırdı. Bugün isə bəzi Azərbaycanlıların bir-birinə şəhərli və rayonlu ayırması kimi tendensiyalar da var və bu da qıcıq verir. 90-cı illərin çətin dövründən iqtisadi böhran, qaçqın axını və millətçilik eyfariyasının azalmasından sonra imperiya dövründə yeni yerlilərdən fərqlənmək istəyən şəhər elitasının əlaməti sayılan rus dili nəinki qorunub qaldı, hətta mövqeylərini bərpa etməyə başladı. Rus dilində təhsil, rus dilinin media, bir çox yeni şirkətlərdə ünsiyyət dili, bütün bunlar onun rolunu qoruyub saxladı. Bunun bir neçə səbəbi var. Postsovet Azərbaycanı hələ də Rusiyanın geosiyasi kölgəsində və müəyyən mənada onun təsir dairəsində qalırdı. Bundan əlavə Rusiya ölkənin əsas ticarət tərəfdaşlarından biri idi. Üstəlik Azərbaycandan Rusiyaya böyük əmək miqrasiyası da mövcud idi. Rusiya xüsusilə şəhər əhalisinə və ali təhsilli insanlara güclü mədəni təsir göstərməyə davam edirdi. Artıq birbaşa asılılıq yox idi, düzdür, amma dolayı təsir qalırdı. Bununla belə müstəqil dövlət dövründə milli kimlik də daha da gücləndi. Digər postsovet respublikalarında olduğu kimi 90-cı illərin əvvəllərində Azərbaycanda da Azərbaycan dili, dövlət dili statusu qorunub saxlanıldı. Azərbaycanda rus dili hüquqi statusa malik deyil. O xarici dildir. Nə dövlət dili, nə milli azlığın dili, nə də millətlər arası ünsiyyət dilidir. Sonrakı illərdə dil qanunvericiliyinə Azərbaycan dilinin istifadəsini və sosial nüfuzun artırmaq, rus dilinin rolunu isə azaltmaq məqsədi ilə dəyişikliklər edilirdi. Əvvəlcə Azərbaycanda yayımlanan Rusiya kanallarında rus dilində olan reklam məzmunu bloklanmağa başladı. Burada dil siyasəti ilə yanaşı iqtisadi səbəblər də rol oynayırdı. Daha sonra Azərbaycan televiziya kanallarının proqram şəbəkəsindən rus dilli verilişlər tədricən çıxarıldı. Hazırda Azərbaycan televiziyasında yeganə rus dilli veriliş nə, harada, nə vaxt oyunudur. Təxminən 20 il əvvəl Rusiya statistikasına görə Azərbaycan əhalisinin 30%-i rus dilini aktiv şəkildə bilirdi. Kifayət qədər optimist göstəricidir. 2005-10-cu illərdə isə ailə daxilində rus dilində danışanların payı Azərbaycanda 2 dəfə azaldı. Bununla belə 2000-ci illərin sonu və 2010-cu illərdə gündəlik ünsiyyətdə həm rus və həm də Azərbaycan dilindən istifadə edən iki dilli əhalinin payı artdı. Burada əmək bazarının paradoksu rol oynadı. Rus dili hələ də iş bazarında tələb
olunur. Bir çox iş alanlarında rus dili ingilis dili kimi məcburi olmasa da ən azı arzu olunan bilik kimi göstərilir. Bu səbəbdən bəzi qeyri-rus dilli valideynlər uşaqlarını rus bölməsinə verməyə başladılar. Hakimiyyət belə bir ssenarini əvvəlcədən görərək müəyyən addımlar atdı. Məsələn, rus bölməsinin bir neçə sinifi birləşdirildi. Birinci siniflərdə rus bölməsinə qəbul üçün yerlər azaldıldı. Son addımların biri isə rus bölməsində Azərbaycan dili və tarixin Azərbaycan dilində tədrisinə keçid oldu. Şimalda bu addımlar dostcasına görünməyə bilər, lakin bugün Azərbaycanda hər 10 şagirddən və tələbədən biri təhsilini rus dilində alır. Diqqət edin, xüsusi statusu olmayan xarici dildə və bu təhsil dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu qadağan edilməyib və ya məhdudlaşdırılmayıb rus dili, sadəcə tələb və təklifə uyğunlaşdırılıb. Milli maraqlar qorunmaqla. Ukraynadakı müharibə, Rus dünyası ətrafında ritorika, son illərdə Azərbaycan və Rusiya arasındakı gərgin münasibətlər Moskvanın nüfuzunu Azərbaycanlılar arasında daha da sarsıtdı. Dolayı da olsa bu proses rus dilinə də təsir etdi. Amma xarici dillər arasında o hələ də bərabərlər arasında birinci olaraq qalır, xüsusilə məişət səviyyəsində. Moskvadan siyasi diktat və rus dilinin Azərbaycanda hakimiyyət və sosial əhəmiyyətli strukturlardakı dominantlığı keçmişdə qaldıqca rus dilinə münasibət tədricən siyasi ideoloji deyil, praktik məsələyə çevrilir. Sadəcə ünsiyyət vasitəsi kimi. Əgər əvvəllər rus dili bir çox vəziyyətdə əvəz olunmaz idisə, bugün qlobal əmək bazarında sərt rəqabət şəraitində artıq belə deyil. Amma rus dilinin Azərbaycandan tamamilə yox olacağı da ehtimal olunmur. 200 il ərzində o burada öz auditoriyasını və yerini tapıb. Qarşınızda 3-cü nəsil bilingv, yəni iki dilli oturub. Məhz həmin dil siyasətinin məhsulu oturub. Bizim ailədə evdə həmişə Azərbaycan dilində danışılırdı, evdən kənarda isə vəziyyətə görə. Və hər dəfə rus dili və Azərbaycan dilli həmvətənlər arasında şərq bölməsində baş verən növbəti söz savaşlarını oxuyanda onları ayrılığa deyil, məhz rus dilinin köməyi ilə birləşməyə çağırmaq istəyirəm. Çünki bu dil ölkə daxilində, məsələn, elm və ədəbi fikrin yayılmasında və ölkə xaricində Azərbaycan və azərbaycanlılar haqqında danışaraq insanların qəlbini sözlə alovlandırmaqda böyük fayda verə bilər. Rus dilini Rus dünyası nümunəsində olduğu kimi siyasi alədə çevirmək lazım deyil. Heç kimə damğa vurmaq, stereotiplər yaratmaq isə ümumiyyətlə yol verilməzdir. Onu yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də bu dili danışan insanları daha yaxşı başa düşməyin yolu kimi görmək daha doğru olar. Bu yaxınlarda keçmiş həmkarlarından biri bir neçə xarici dili bilməyimin üstünlüklərinə şübhə ilə yanaşaraq mənə zarafatla irad bildirdi. Əbəs yerə. Çünki bir neçə dil bilmək yalnız başa düşmək və cavab vermək bacarığı deyil, həm də kimlə danışdığını anlamaq, onun kimi düşünmək və hətta davranışını qabaqcadan hiss etmək qabiliyyətidir. Rus dili də bu baxımdan istisna deyil. Başqa dilləri öyrənin və yalnız lingvistik səbəblərə görə mübahisə edin. Abunə olun, bəyənin, zəng işarəsini basın, şərh yazın və bu videonu dostlarınızla paylaşın. Yer gəlmişkən bu video ingilis və rus dilində mövcuddur və unutmayın, yaxşı və ya pis mədəniyyət yoxdur. Sadəcə fərqli mədəniyyət var. Salamat qalın.